Azərbaycan futbolunda yayın ən böyük transfer sensasiyası başlaya bilər. Millimizin və Qarabağ klubunun əsas oyuncularından sayılan Toral Bayramov karyerasında gözlənilməz dönüşə hazırlaşır. Redaksiyamıza daxil olan məlumata görə Neftçi futbolçu ilə bağlı artıq ilkin təmaslara start verib. İddialara əsasən məsələ təkcə maraq səviyyəsində deyil, konkret plan üzərində işlənilir. Vernidubdan qəti qərar. Neftçinin baş məşqçisi Yuri Vernidub Toral Bayramovu komandasında görmək istədiyini əhbərliyə açıq şəkildə çatdırıb. Məlumata görə Ukraynalı çalışdırıcı sol cinahı tamamilə Toralın üzərində qurmaq niyyətindədir və onu gələcək layihənin əsas simalarından biri hesab edir. Qarabağda vəziyyət gərgindir. Qız transfer pəncərəsində Qarabağın Fransalı müdafiəçi Jeremy Gnali ilə tüy il 5 aylıq müqavilə imzalaması balansı dəyişib. Bu addımdan sonra Toral Bayramovun start heyətdə mövqeyi risk altına düşüb. Klub daxilində rəqabətin artması futbolçunun yayda qərar verməsini sürətləndirə bilər. Kulis məlumatlarına görə oyunçunun ətrafı da daha çox oynaya biləcəyi variantları dəyərləndirir. Bu transfer baş tutsa, Qarabağın yerli nüvəsində ciddi boşluq yarana bilər. Neftçi müdafiə xəttində güclü yerli lider qazana bilər. Premyer Liqada qüvvələr nisbəti dəyişə bilər. Bu, son illərin ən səsküylü daxili transferlərindən biri ola bilər. Nəticə, hazırda rəsmi təsdiq yoxdur, amma daxili mənbələr prosesin hərəkətə keçdiyini göstərir. Yay ayaları yaxınlaşdıqca məsələ daha da qızışacaq. Toral Bayramov doğrudan da Qarabağla vidalaşacaq, yoxsa bu mövsümün ən böyük transfer sayəsi olaraq qalacaq? Sizcə bu keçid baş tutmalıdır?